İndi biz həbsdən sonra biraz fərqli bir ölkə ilə üz-üzə gəlmişik. Amma o da keçəcək. Mehdiyev xofu geçsin, Əli Həsənovun xofu geçsin. Bir gün hər kəs bir gün danışacaq. Vallahi elə maraqlı dünya olacaq ki, mən bilmirəm o dünyanı görəcəmmi? Amma hər kəs danışacaq. Deyəcək ki, biz o rəhmətliyi çağırdılar. Öləndən sonra daha rahat danışacaqlar. Çünki üzümə danışa bilmirlər. Deyəcəklər ki, o rəhmətliyi çağırdılar, biz onun yalandan üzünə durdu. Filan kəs demişdi, Əli Həsənov demişdi, filan demişdi. Burada bir qəmli var. Qəmli yazır ki, mən ruhumu itirmişəm. Bax, o olmaz. Bax, o olmaz. Ruhu itirmək. Tofiq Yaqublu var, bəli. Tofiq Yaqublu var. Başda Tofiq Yaqublunu salamlayıram. Hamını, əziz tamaşaçılar, kimisə, mən bir dəfə onların olsa hamısının məndə siyahısı var. Gərək əlimizdə siyahı olsun. Bir dəfə o siyahı əsasında hamısının adını çəkək. Adını çəkmədiyim qardaşlarımla, dostlarımla Fazil Qasımov var. Onlardan hamısından üzr istəyirəm. Onların hamısını müdafiə edirəm. Onların hamısı azadlığa çıxmalıdır. Heç kim ruhunu itirməsin. Biz həmişə nə deyirdik? İlqar, o vaxtı mən baxıram, indi yadıma düşür. Həmişə deyirdik ki, vur çatlasın. Vur çatlasın, içində elə bilmə ki, təksən. Yer də, göy də sənindir. Azərbaycan gənci, Azərbaycan insanı, Azərbaycan vətəndaşı. Sən qalib gələcəksən. Allah rəhmət eləsin Xəlil Rza Ulutürkə. Allah rəhmət eləsin böyük şairlərimizə. Mən onların şeirlərini tez-tez səsləndirirəm. Səsim o səs deyil. İndi özümə qulaq asıram, deyirəm, bu nə gözəl danışır, bunun nə gözəl səsi var, bunun nə gözəl diksiyası var. Səsim o səs deyil. Bəlkə qılınc, o qılınc deyil, amma qol o qoldur. Amma ürək o ürəkdir. Ona görə heç kim ruhdan düşməsin. Azərbaycan uğrunda, böyük Azərbaycan uğrunda, Azərbaycan vətəndaşının rifahı uğrunda savaşdan bir an geri durmaq olmaz. Bu ölkənin hakimiyyətində çox yaxşı adamlar var. Çox yaxşı oğullar var. Onlar da basılıb qalıblar bir yerlərdə. Mən onların əksəriyyətini ən kritik zamanlarda görmüşəm. Tanışmışam, tanış olmuşam. Gözündən və belə-belə yaş axan adamlar görmüşəm. Məni qucaqlayıblar, hönkürüblər. Mən qulağına demişəm oradan ki, aman, aman mən tanıdığını, mənə olan hörmətini görməsinlər, bilməsinlər, sənə əziyyət olar. Mən kitab tərcüməsindən bağlı MTN-də cinayət işi qaldırmışdılar. Orada o idarə rəisi qalmadı ki, çoxunu da tanımırdım. Mən çoxunu sonralar tanıdım. Otağa girib məni salamlamasın ki, sən eşq olsun, sən böyük işlər görürsən, səndən fəxr edirik. Məni Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsi aparmışdı redaksiyada. Bir çox zamanlarda üzbəyüz gəldik. Mən çox generallar, polkovniklər gördüm, gözləri dola-dola səndən qürur duyuruq dedilər. Harada yoxdur ki. Həmin o başımıza oyun açan baş prokurorluğun o binasında elə bir ki, əziz adamları gəlirdi. Bax, elə qarşılayırdılar. Elə yola salırdılar o müstəntiqlər məni. Elə ağır zamanlarda, elə kritik zamanlarda, elə şeylər elədilər ki, mən o haqda danışa bilmərəm ki, onlara ziyan olmaz. Bu ölkənin bütün strukturlarında, prezident administrasiyası daxil, digər qurumlar daxil, elə oğullar var ki, Azərbaycan batmaz. İnanın, bu ölkə batmaz. Yəni, bu ölkənin hər yerində var. Onlar isimsiz qəhrəmandırlar.
Bu qəmli məni yazıb ki, Əvəz müəllim, mən xaricdəyəm. Ömrümün bu çağında mən gəldim xarici ölkəyə düşdüm. Çox pis oldum. Yəni mən son vaxtlarda bu xəstəlikdən zaten sonra biraz yaş ağarıb, biraz baş ağarıb, biraz belə, biraz elə. Elə adamlar görürəm ki, o məni duyğulandırır, o məni yerimdən oynadır. Əziz Azərbaycanlılar, bu ölkənin hər yerində yaxşı adamlar var. Gül kimi bir millətik, gül kimi. Mən gördüm. İlqara həmişə deyirəm. Yaşa, yaşa, çox yaşa. Ey şanlı Azərbaycan. Məhəmməd Əmin Rəsulzadənin sözləri. Mən gördüm, İlqar gördüm. Biz gördük bu günlərdə. Biz bu milləti gördük. Biz bu millətin insanın necə qoynuna alıb, qollarının arasına alıb, hər kəsdən kənara çıxardıb, ona sahib çıxmasını gördük. Yoxdur. İnanın. Hər tərəfini. Döyüşmüşükmü? Döyüşmüşük. Vuruşmuşuqmu? Vuruşmuşuq. Korrupsionerlərlə qırmışıqmı bir-birimizi? Qırmışıq. Məni 2 dəfə həbs elətdiriblərmi? Elətdiriblər. Rüşvətlə 2 dəfə həbs elətdiriblər. Elətdiriblər ki, mən rüşvət adamı deyiləm. Mən rüşvət ala bilmərəm. Mən istəsəm də rüşvət ala bilmərəm. Mən redaktoram. Olsun. Yaxınlarımı üzümə qoyublarmı? Qoyublar. Tanıdığım adamları olsun. Olsun. Allah onları da əfv eləsin. Allah hamını əfv eləsin. Allah bu millətin balalarının hamısını əfv eləsin. Amma mən tamam başqa bir şey görürəm. Onu demək istəyirəm sizə. Ruhunuz ölməsin. Var ölkədə oğullar. Ölkədə var. Bizə elə gəlir ki, hamı sinib, hamı sindirilib. Yox. Hamı sinməyib, hamı sindirilməyib. Bu ölkədə papaq altda yatan oğullar var. Mən oğulları görmüşəm. Ən yaxın adamlarım həbsxanada qaçıb, uzaqlaşıb, gözünü məndən yana çevirəndə mən elə oğullar görmüşəm ki, az qalmışam, hönkür-hönkür ağlayam. Bəzən ağlamışam. Çünki orada tək olur insan, yalnız olur insan. İnsan o möhtəşəmliyin qarşısında ondan başqa çarə görmür. Var oğullar. Oğullar var. O insanlar var. O kurumlar var. O kuruluşlar var. Belə getməyəcək Azərbaycan. Yox, yox, dəyişəcək bil ki, bir dövran. Yerdə qalmayacaq tökülən bu qan. Bax, onda dünyanın bütün insanı təbrikə gələcək Azərbaycan. Böyük Gələcək jurnalının 1-ci nömrəsinin üz qapağında yazmışdım. Bax, onda dünyanın bütün insanı təbrikə gələcək Azərbaycan. Qəmli məni yerimdən oynatdı. Amma biz yaxşı, yəni, oturub özümüzə təbii ki, səhərdən axşama bəy tərifi də deməyək. Tənqidlərim sərtdir, hamı bilir. Mənim tənqidlərim məni illər boyu nə əziyyətə salıb, hamı onu bilir. Amma mən bu milləti tanıyıram. Mən səni tanıyıram. 1016 nəfər var hal-hazırda canlı yayında. Mən səni tanıyıram millət. Mən sənə müraciət eləyəndə də tanıdım. Mən bu millətə müraciət eləyin deyəndə də mən səni tanıyırdım. Mən səni tanıyıram. Bütün o dəyərli, yaxşı olanları, dünyanın hər yerində ürək Azərbaycanla döyünən və Azərbaycan üçün hər şey eləməyə hazır olanları salamlayıram buradan. Biz bu ölkəni quracağıq, biz bu ölkəni yaxşı bir ölkə halına gətirəcəyik. Pulumuz da var, ölkəmiz də var, qurumlarımız da var. Orada yaxşı oğullar da var. Deyim, amma bəzi dostlarımız narahat olmasın.
Yaxşı generallar da var. Toy generalları da var. Hara baxsan generaldır. Bəziləri öz adamlarını, kəndçilərini, sürücülərini general eləyiblər. Bəziləri bir kənddən 15 general çıxardıblar. Amma bu ölkənin dəmir biləkli generalları var. Bu ölkənin dəmir yumruqlu oğulları var. Onlar bu ölkəni heç kimə verməyəcəklər, əmin olasınız. Bu millətin içindəki o cövhəri biz kimsəyə verməyəcəyik. Azərbaycanı kimsə ilə bölüşməyəcək. Azərbaycan bizim sevgimizdir. Azərbaycan bizim anamızdır. Azərbaycan bizim balamızdır. Azərbaycan bizim həyat verdiyimiz göz bəbəyimizdir. Biz onu kimsəyə vermərik. Kimsə də o planları qurmasın.